Başlayaq keçək mövzumuza və yavaş-yavaş bu barədə söhbət elə. İlk öncə mən istəyirəm ki, Azərbaycanın əməkdar artisti Cavanşir Məmmədovu dəvət edib studiyamıza. Buyurun. Qara gözün sürməsi, qara qaşın vəsməsi yandırıb yaxır məni, gün kimi çaxır məni. Yandırıb yaxır məni, gün kimi çaxır məni. Gülüm sən yanasan, yanasan, görüm sən yanasan, yanasan. Qaşa çəkmə vəsməni, gözə çəkmə sürməni. Qaşa çəkmə vəsməni, gözə çəkmə sürməni. Qara telin şanəsi, qara qaşın vəsməsi yandırıb yaxır məni, gün kimi çaxır məni. Yandırıb yaxır məni, gün kimi çaxır məni. Gülüm sən yanasan, yanasan, gülüm sən yanasan, yanasan. Qaşa çəkmə vəsməni, gözə çəkmə sürməni. 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 Dedim Dilbər, sənin gülşəni güzarına qurban, əri qaşına, türdə zərtarına qurban. Süzdün gözünə, nərgiz xumarına qurban. Ey sevgili yarım, ey tülfəni yarım, sən gülzarım, yox səbr qərarım. Xəlladına, peyğəmbərinə, kanına qurban. 14 gecəlik ay kimi rüçarına qurban, gəl anam qurban, ay aman. Sen yanasan, yanasan, gülüm sen yanasan, yanasan. Qaşa
çəkmə bəs məni, gözə çəkmə sür məni. Qaşa çəkmə bəs məni, gözə çəkmə sür məni. Qaşa çəkmə bəs məni, gözə çəkmə sür məni. Qaşa çəkmə bəs məni, gözə çəkmə sür məni. Cavanşir Məmmədov. Cavanşir Məmmədov, buyurun, hoş gelmişsiniz. Teşekkür ederim. Çok sağ olun. Elleriniz var olsun. Minnettarım. Buyurun, buyurun əyləşin, buyurun əyləşin. Necəsiz, vəziyyətiniz necədir? Çok sağ olun. Minnettarım. Salamat olsun, qaydasında olsun. Qarşıdan gələn Qurban Bayramı münasibətilə də təbrik edirik sizi. Sizinle bak. Allah kömək olsun hər birimizə. Çok sağ olun. Və məsələn, təxmini tərəflərini və məqamlarını verir. Amma hər halda bu söhbəti keçməmişdən qabaq istəyərdik ki, bir fraqmentə baxaq, yenə də baxaq və həmin o baş vermə tarixini və səbəblərini də açıqlayasınız ki, əslində qalsa məhz bunun əsasında baş verdi, yoxsa bundan əvvəl nəsə baş vermişdi. Yenə diqqətlə baxırıq, həmin o təsvirləri mən sizə təqdim eləmək istəyirəm. Space kanalında məhz İlhamə xanımın ad günü idi. İlhamə xanımın ən belə ürəyi sevdiyi şəxslər oradaydı və baxırıq. Buyurun. Azərbaycanın əməkdar artisti, sevimli müğənnimiz Cavanşir Məmmədov. Toylar imperatoru, toylar imperatoru. Cavanşir Məmmədov, mənim dostum. Mənim dostum, mənim dostum, mənim ailə dostum. Xoş gördük. Bu belə. İlhamə xanımın ad günündə baş verdi bu hadisə. Amma 3 il əvvəl. 3 il əvvəl. Və 3 il bundan əvvəl mən bildiyimə görə sizin sənətinizlə mənim yaşım bəlkə də eynidir. Neçə il sənətdəsiz təqribən? 38 yıl. 38 il. Ki neçə adam? Profesyonel səhnədəyim 38 ildir. Ancaq 71-ci ildən 10-cu sinifi bitirəndən elə Hələ ansambl yaşımla bəlkə də uyğun gəlir. 1 il arasında fərq olur. Və bu hadisənin də tarixi 3 il bundan qabaq təqribən baş verir bu hadisə. Və həmin dövrdə indiyə kimi mən sizi İlhamə xanım Toylar İmperatoru kimi təqdim edib. Və fakt, Toylar İmperatoru kimi də sizi qələmə verdiyindən siz artıq Toylar İmperatoru titulunu özünüz daşıyırsınız. İndi düzdür, bir qaydada deyirlər ki, bəs kimsə kiməsə ad verirsə, burada müəyyən qınaq obyektə də həmin şəxs çevrilir. Düzdür, tarixdə belə hallar baş verib. Bəli, bəli. Olub. Misal üçün, Xan Şinskidə Xan adı verilmişdi. Bəli. Və yaxud hansısa bir qarmon çalana və yaxud... Zakir Mirzayevə Paganini adı Maestro Niyazi verib. Aha. Maestro Niyazinin özünə dünyada ən böyük dirijor Sehirli əllər, sehirli çubuq adı verib. Sonra Zəki Mürenə Türkiyənin sönməz günəşi adı verib. Kimsə Zəki Mürendən əvvəl. Zəki Müren də İbrahim Tatlısəsə Türkiyənin imperatoru adı verib. Və Bülent Ersoy'a da ümumiyyətlə çox musiqi. Məsəl üçün Rəmişin özünə gitaranın təsisçisi adı veriblər. Yəni gitaranın Allahı. Estağfurullah, belə deyək. Yazıq Carlos Santana neyləsin onda? Həmçinin Aftanda İsrafilova, həmçinin bax bu bizim hal-hazırda Natiq ritim qrupu var ki, hansı ki Çingiz Mehdiyevdən, Zöhrəb Məmmədovdan sonra o çox yüksək səviyyədə inkişaf etdirib və mən deyərəm elə mənim qrupumdakı o davul ifaçısı Qarabala da o siyahıya aiddir, əyləşib burada. Onu da alqışlayın. Və mən neysə, hər halda bu ad təcrübəsi belə başa düşdüm ki, həm Azərbaycanda və həm dünyada bu geniş yayılıb. Misal üçün, mən əslində qalsa etiraf edib bir imperator tanıram, o da Fatih Terimdir. Türkiyə yığmasının baş məşqçisi. Onu mən qəbul edirəm, çünki futbolu sevirəm, qəbul edirəm. Niyə? Çünki həqiqətən Türk futbol aləmində məhz yeganə Fatih Terimdir ki, Türk yığmasında və yaxud məşqçisi olduğu Qalatasarayın da vaxtı ikən adını göylərə qaldırır və qəbul olundu ki, bəli, Fatih Terim, Terimdir, imperatordur. Bəli, ümumiyyətlə... Amma, üzr istəyirəm, amma orada Fatih Terimə misal üçün deyirəm, Fatih Terimə qarşı hansısa bir başqa məşqçi durub gəlib demir ki, yox, mən imperatoram. Mübahisə yaranmır. Hamı qəbul edir. Amma bizdə mübahisə yaranır, axı. Bizdə yaranmalıdır da. Mübahisə yaranır və məhz həmin o mübahisənin də məqamı var. Misal üçün, əgər İlhamə xanım deyirsə ki, Cavanşir Məmmədov Toylar İmperatorudur, biz saytları açırıq, oxuymağa başlayırıq və saytlardan da müəyyən bir məlumatları əldə edirik. Görürük ki, Azərbaycanda imperator olacağam.
müğənni Vasif Məhrəmli özünə yeni titul verib və bundan sonra özü yerli şou biznesi imperator kimi təqdim edəcək. Belə bir bəyanatla Vasif Məhrəmli ATV maqazin verilişinin efirində çıxış edib. Sizi qıcıqlandıran bu idi, məhz bu xəbər idi. Bilirsiniz, tək məni qıcıqlandırmır, ümumiyyətlə sənət adamlarını qıcıqlandırır belə bir şey. Əvvəla onu deyim ki, dəvət üçün çox sağ olun, minnətdaram. Bu titul söhbəti Pele futbolun əfsanəsi olub. Pele yeganə başı ilə Braziliyanın qapısına Sovetlər devrində qol vuran futbolist Anatoli Banişevski olub. Anatoli Banişevskiyə Pele qızılbaş deyib ondan gözləyin, onu 3-4 nəfər onu müdafiəçi məşğul oldu Banişevski ilə ki, o başı ilə, Banişevskinin başı ilə vurduğu qollar ayağı ilə vurduğu qollardan çox olub. Baxın, bax, belə şeylə, məsəl üçün Abbas Bağırov prins ləqəbi qazanıb. Mənə Firuzə xanım bax bu gün gəlib bura, bu Qarabala gəlib bura. Bunlar bizim kollektivin hamısı gəlməkdir, indi gələcəklər bəziləri də. Mənə dəfələrlə Bakinski Kabzon deyiblər, İlqar müəllim. Bugün qiyam baş verəcək burada. Yox, qiyam da baş versə, nə də baş versə, bilirsiniz, insan, yəni biz həddən artıq, əvvəla biz elə bir ölkədə yaşayır ki, hamı bir-birini tanıyır. Həddən artıq diqqətli olmalıyıq. Əgər İlhamə xanım oğlunun toyunda televiziyada, maqazin verilişində demişdi ki, mənim oğlumu sual vermişdi müxbir, toyu kim idarə edir? Demişdi ki, toylar imperatoru Cavanşir Məmmədov, Firuzə xanım İbadova, onun orkestri. Sonra məlum səbəblərdən, yəni Tolik açıqlama veribdi internetdə, müəyyən məsələlər açılıbdır. Bilirsiniz, belə şeylər var ki, bizdə atalar sözü var, deyir, 40 gündən artıq çəkməz, öz-özünə açılır. Yaxşı, amma həmin o adla bağlı, həmin o qıcıqlandırma məqamına təzə mən İndi İlqar müəllim, qurban sizə, qoy deyim fikrimi. Baxın, bu söhbəti demişdi, biz də toya bir 3-4 gün qalmış, təzyiq olub, söhbət olub, nə olub, Tolik nə iş qurub, düzəldib. Dedilər ki, Tolik mənə zəng elədi ki, bəs İlhamə xanım... Nə iş qurub düzəldib deməzdim, orada bəlkə də başqa məqamlar var idi. Əlbəttə ki, məqamsız iş olmuş ki. İndi onun detallarını açmaq lazımdır və düzdür, indi keçirik reklamlara, amma reklamlardan sonra Vasif Məhrəmli də inşallah. Toylar imperatoru, deyir ki, mən də toylar imperatoruyam. Niyə görə mən deməliyəm ki, yox elə deyir. Siz də toylar imperatoru, o da toylar imperatoru. İki toylar imperatoru inşallah burada olacaqlar və Tolik'in özü də bu məsələ ilə bağlı açıqlamalarını vermək istəyir, amma təəssüf ki, Bakıda yoxdur. Özü də gəlsəydi, lap yaxşı olardı, lap dəqiqləşdirdi. Amma gələndə inşallah deyir ki, mən də öz açıqlamamı verəcəm, imkan olan kimi. Hələlik, keçək bir dənə reklamlara, reklamlardan sonra mütləq Vasif Məhrəmli də gəlir, digər qonaqlarımız da gəlir, otururlar və bu məsələ başlayır yavaş-yavaş çözməyə. Getdik. Və mən daha bir toylar imperatorunu dəvət eləmək istəyirəm bizim studiyamıza. O bir sözlə yadıma düşür. Şahıdır yoxsa imperatordur? O məşhur bir Sovet filmi vardı. İvan Vasiliç меняет профессию. Orada qaydı ki, а это, говорит, кто? Мой муж. Либо, а это кто? Тоже мой муж. Иван Васильевич. А это кто? Иван Васильевич. Царь Руси, царь России. Bakır. Da, и тебя вылечат, и тебя вылечат. Neyse, beləliklə, indi görür vəziyyət deyirdi olacaq. Hər halda növbəti toylar imperatoru dəvət edirəm. Söhbət Vasif Məhrəmlidən gelir. Buyurun.
Vasif Məhərrəmli. Növbəti imperatorumuz. Təşəkkür edirəm. Çox sağ olun. Siz necəsiniz? Ya Allah, yaxşıyam. Salamat olasınız. Xoş gördük sizləri. Bayramımız da mübarək. Qurban bayramı nəzərdə tuturam. Allah köməyimiz olsun. Təbii ki. Sizin də hər birimizin. Sabah birisi gün artıq Qurban Bayramı başlayır. Mən də bu münasibətlə bütün həmkarlarımı, başda Cavanşir müəllim olmaqla, Firuzə xanım olmaqla, bütün həmkarlarımızı, burada əyləşən tamaşaçılarımızı və bütövlükdə Azərbaycanı və bütövlükdə müsəlman dünyasını Çox sağ olun. Qurban Bayramı münasibətilə təbrik Çox sağ olun. edirəm. Və Cavanşir müəllim, söhbətimiz yarımçı qalmış. Həmin o toy məsələsi nə məsələ idi? Hər halda Vasif müəllim, bir məqamı mən yenə desəm, siz də baxasınız hər halda görəsiniz onu. Deməli, bir neçə də göstərmişik, amma hər halda növbəti qonaqlarımızı dəvət edəcək. Söhbət məhz İlhamə xanımın ad günündən gedir. Bir daha zəhmət olmasa göstərək. Azərbaycanın əməkdar artisti, sevimli müğənnimiz Cavanşir Məmmədov. Toylar imperatoru, toylar imperatoru. Cavanşir Məmmədov, mənim dostum. Belə, minnətdaram, çox sağ olun. Və sonra dərhal mən saytlarda başlayıram oxumağa. Bu 3 il bundan əvvəl baş vermişdi. Deməli, yox, o birisi məlumatı zəhmət olmasa, o dediyim o səhifələrdə. Aha, Azərbaycanda imperator olacağam. Müğənni Vasif Məhərrəmli özünə yeni titul verib. Milli Azın dayazısına bildirir ki, bundan sonra o özünü yerli şou biznesin imperatoru kimi təqdim edir. Çoxları elə bilirlər ki, bu titulu özümə vermişəm, amma bu belə deyil. Onu məni əhatə edən adamlar veriblər. Türkiyədə İbrahim Tatlısəsə imperator deyirlər, mən də Azərbaycanda imperator olacağam. Deyə bilərəm ki, bu rolun öhdəsindən gələcəyəm. Çünki məni dinləyirlər, yəni hökmranlıq edə bilirəm. Məhərrəmli deyib ki, xalq artisti İlhamə Quliyeva oğlu Orxanın toyunda ona başqa bir titul da verib. Yerli şou biznesi şahı. Şah, imperator, yeni şey də olsun da. Çay da var, Bəli. Xaqan da deyirlər. Birinci Türk oradan dünyasında. başlayaq ki, mən tək mənim üçün deyil. Bütün sənət adamları üçün ən vacib titul dövlətin verdiyi və dövlət başçısının imzası ilə olan addır. Əməkdar artist ya da xalq artisti. Bundan böyük ad ola bilməz. Yerdə qalan bu adlar, imperator, şah, nə bilim, diva, nə bilim, nə. Bunlar təbii ki, Cavanşir müəllim də çox düzgün vurğuladı ki, yəni o sənətdə sözünü deyən, kifayət qədər nüfuzu olan insanlar tərəfindən başqa bir şəxsə Bunu başa düşdüm. Bunu başa düşdüm. İndi üzrsən. Amma qaldı ki, mən özümü imperator elan eləməyim, bu belə olmuyor. ATV mağazin proqramından mənim üstümə gəldilər, mənə zəng elədilər və mənə dedilər ki, biz eşitmişik ki, sizə, yəni bax, bu fakt belədir, sizə imperator deyirlər, bu titulu sizə veriblər, Azərbaycan. Deyirəm, kim verib? Deyir, bilmirəm. Yəni, belə bir səs var, belə bir suluq var. Ona görə mən orada dedim ki, yox, mən bir dənə bilirəm ki, İlhamə xanım oğlunun toyunda mənə o adı verdi. Amma, yəni, dedi. Adı verdi, dəndə verib altdan qol çəkmədi də. Yəni, dedi, dillə olaraq dedi. Başqa bir şey mən bilmirəm. Qaldı ki, orada yerdə qalan, ay, nə bilim, mən, yox, öz bu adı mən burada daşıyacağım, nə eləyəcəm, filan eləyəcəm, bəhs məkan eləyəcəm, bu yalan söhbətdir. İndi gələk Cavanşir müəllimin üzərinə. Mən bir şey... Hələ gələcək, tələsmir. Sözün yaxşı mənası gələcək. Yox, qoy, sözümü deyim, iki kəlmə sonra. Onları dəvət edin, gəlsinlər, gözləməsinlər. Çünki demirəm, əstağfurullah. İki qonağımız var, onları dəvət eləmək istəyəm ki, gəlsinlər və onların da qulaq asmağa və deməyə bir xeyli söhbətləri var. Söhbət gedir kimlərdən? Şovmen Kamran Həsənli və yazar, sayt əməkdaşı Fuad Mədətov. Buyurun. Hər vaxtınız xeyir. Kamran, Fuad necəsiz? Vəziyyətiniz necədir? Salamat ümidvaram. Hər şey əladır. Tək salamat olsun, tək Allah köməyiniz olsun. Və məhz bugünkü mən məqamlarla bağlı sizin fikirlərinizi verirəm. Eyni zamanda sizin hər ikinizə eyni sualı verirəm və o sualın da cavabını istəyirəm sizdən. Sual nədir? İlhamə xanım Quliyevanın verdiyi adlar
sizə görə tam ciddiyyatdır, yoxsa ki bu salıcılar bir sözdür, deyildi və sair və ilə axır? Cavanlar, buyurun. Buyurun. Əslində ad vermək ata-babadan Dədə Qorquda mənsub olan bir şeydir. Görünür bizim son zamanlar şou biznesimizdə bu missiyanı İlham xanım öz üzərinə götürüb. Cürbəcür adlar verir filan. Normaldır, amma mən bir şey başa düşmürəm. Yəni bu jurnalistlərin bu qeyri-ciddi məsələ üstündə belə ajataj qaldırmasını. Məncə bu o qədər qeyri-ciddidir ki, və həm də şey düşünürəm ki, bu bizə hardan gəldi? Yox, bizim özümüzdə axırıncı 200 ildən bir yana, Rus işğalından sonra özümüzü tərifləmək var. Hə. Bu artıq keçib mental xüsusiyyətlərimizdən biridir. Genetikada. Ya mental qüsurumuzdur, ya da mental xüsusiyyətlərimizdən biridir. Yəni biz qonaqpərvər, biz dünyanın belə bir şey var. Hə, hətta vətən haqqında da elədir. Bu yaxınlarda mənə verişmə bir qonaq gəlmişdi, məşhur insanlardan biri. Başladı ki, mən qurban olaram Azərbaycana. Vallahi mən ondan başqa bir ölkə, yəni belə də pafosla, bilirsən də şablon sözlər. Deyirəm ki, siz neçədən ölkə gəzmisiniz? Qayıt ki, Rusiyada olmuşam, bir də Gürcüstanda. Sən 2 dənə ölkədə olmuşsan, içində toyda olmuşsan. Düşmüsən, təyyarədən getmişsən Şadlıq sarayına, oradan da qayıtmışsan otelə təzə. Sən heç olmasa gör dünyanı, sonra bir şey danış. Bizdə özümüzü tərifləmək var. Haydi bu adla bağlı nə dərəcədə ciddi qəbul etmək olar bunları? Qeyri-ciddi şeydir, təbii ki, Başa çox düşdüm, qeyri-ciddi şeydir. Mən bir söz sonu söyləyəcəm. Kulis arxasında olanda Vasif qardaşımın, əslində dostlarımızı dəvətləmişik, mənim dostlarımı dəvətləmişik bu gün bura. Vasifin həyatda çox yaxın dostluq. Bir söz söylədi ki, yəni verilən adlar, dövlət adından verilən adlar daha önəmlidir. Bu rəsmi addır. Baxın, Aynəs kanalının özündə, vaxtilə mən proqramın aparıcısıydım, Toylar Kralı yadırsan. Bu bir müsabiqədir. Yəni bu meydan şeytan. Gəl, yarış, qazan, adı götür, apar. Bu real bir verilən addır. Amma belə mən Vasifə ad verdim, sonra Fuaddan xoşum gəldim. Azərbaycanın Robert De Niro'su filan. Yox, bir məsələ var ki, İndi üzr istəyirəm. bir məsələ var, bir dəqiqə. Gəl, yarış, qazan deyil. SMS ilə başqa şeydir, sənət başqa şey. Sənət başqa şey. Bəli, SMS başqa şeydir. O Toylar Kralının da, onun da çertyojunu Türkiyədə mən demişəm Kamran Həsənliyə, Firuzə xanım, biz getmişik toya. Orada Türkiyədə 5-6 nəfər, 5-6 qruppa var idi. Gürcüstandan var idi, nə bilim, Rusiyadan var idi, kimdə. Kamran deyir ki, Cavanşir, çox gözəl bir toydu, nüfuzlu bir şəxsin toydu. Dedim, Kamran, indi buranı qardaşın girib şumlayıb çıxacaq. Çıxana dedim, mən sənə belə bilmirəm. Hektarın neçə manatdan? Hektarın neçə manatdan? Hektarı ən yüksək manatdan. Və dedik ki, yolda biz söhbət elədik ki, dedi, bax, belə bir yarışma, dedi, efirdə təşkil eləsək, necə olar? Dedim, əla olar. Dedi, gələrsən, dedim, gələrəm. Çağırdı məni həyətlərində, dəmir yol nazirinin yanında söhbət elədik. Dedim, Kamran, məsələ nə yerdədir? Dedi ki, SMS. Dedim, mən SMS-in olan yerə gələ bilmərəm. Başa düşdüm. Üzr istəyirəm. İndi Fuad qalıb, mən Fuad'a sənə bir sual vermək istəyirəm. Yadındasə bizim bu verilişlərin birində keçən həftənin 2-ci günü səhv eləmirəmsə, orada sən dedin ki, bəs İlhamə xanım Quliyevanın verdiyi həmin o adlar Hüquqi əsası yoxdur. Hüquqi əsası yoxdur. Onda mənim özüm bağlı. Sən bu adlara necə münasibət bəsləyirsən? Belə verilən adlara. Əvvəla onu deyim ki, solumda imperator əyləşib, sağımda imperator əyləşib. Özümü çox gözəl hiss edirəm. Sağındakı şahdır. Sağındakı şahdır. O imperator deyil. Deməli imperator deyil hər bir halda. Yəni, yox, bir dəqiqə. Burada bağışlayın, o Fuada sözünü. Burada xəlifəsi bizdən də deyil, ayının min oyunu var bir armudun başında. Burada məsələ başqa cürdür, əzizim. İndi yaxınlaşarıq o məsələyə də. Amma indi qaldı ki, birbaşa adlarla bağlı Kamranla düz qeyd elədi, amma bir şeyi artıq qeyd elədi ki, bunu bir jurnalistlərin üzərinə qoyub da, yəni jurnalistlərini ittiham etmək lazım deyil ki, buna görə şişirdilər. Onsuz da nə olur, bizi günahkar çıxardılar. Bəli, hər zaman belə olub, yəni bu təbiidir, amma adlara qalanda... Siz şişirtmişsiniz. Yox, biz deyəndə belə deyil də, bunu elə müğənnilər özləri də şişirdi. Yox, müğənni dedi, bu onun biznesidir. Bax, dedi, pul qazanmaq üçün dedi, bundan sonra mən Azərbaycan kralıyam. Yəni, toya gedəndə də toya gəlsə danışalım. Amma bunun müzakirə aparar, qəzetlərdə yazar, siz jurnalistlər. Yazmalı da çörək ondan çıxır, maaş almasın. Söz demirəm ki, amma deyirəm, onlar yazır, onlar şişirdir. Amma gəlin gerçəkliyindən aşağıda. Gerçək bir şey tapırlar, ciddi bir şey tapırlar, bunu şişirdirlər. Ya da ciddi şeydən yaza bilmirlər. Somalidən Amma jurnalistlər də özlərini ad qoyur.
onu deyim sizə. İlin jurnalisti, nə bilim qızıl onları jurnalist, verirlər, qızıl qələm qramofondan bir falan. yol verirlər. Şamran bu olub. Qızıl Hər halda qələm belə eləyək. Bir mükafatı. də keçək reklamlara. Reklamlardan sonra sakitləşici bir balaca. Dərin nəfəs al, amma dərhal keçirik təzədən sizə. Siz danışa bilərsiniz. Ondan sonra toy yaddan çıxmayıb hələ. Hələ buradadır. Soruşacağım onu. Getdik. Fuad buyur. Məhz həmin o adlara Bəli, fikrim gəlmiş qaldı. Mən belə deyim, adlara gəliləndə isə İlhamə xanımın ad verdiyi şəxslər, bunlar hamısı və qeyri-hökumət təşkilat daxil olmalı. Bunların hamısı hüquqi əsası olmayan adlardır. Bu bir. İkinci bir ad. Bir məsələ üzr istəyirəm. Kəmal Həsəninin qeyd etdiyi məsələ həqiqətən doğrudur. Amma bu adları şişirdi, bu adlarla pul qazanan müğənnilər az deyil. Bax, Vasim müəllim özü qeyd edib Milli Azdakı açıqlama verib ki, bəs İbrahim Tatlıseslə eyni səhnə bölüşür və bu əsasdan ona bu ad özünə verməyib. Yəni kimsə ona verib, yəni İlhamə xanım verib buna. Bu adı özü açıqlama verib. Yəni real budur da. Bu ada görə Vasim Məhərrəmli artıq yaddaşlarda qalıb ki, İmperator Vasim Məhərrəmli və qarşı tərəf... Sən yenə çaşırsan. Ona şah deyib, o yazıq deyil, mənə şah deyib, sən elə İmperator. Bir dəqiqə. Bunun qarşı tərəfi gəlir və bu... Qarşı tərəf çoxdan gəlib. 3 il bundan qabaq. Onda sən yaşın da azıdır. Qulaq asaq. Deməli, Milli Azdadır. Müğənni Vasif Məhərrəmli özünə yeni titul verib. Milli Azda yazı istinadən bildirir ki, bundan sonra o özünü yerli show biznesin imperatoru kimi təqdim edəcək. Özümə verməmişəm. Deyir ki, özümə verməmişəm. Sən deyirsən, yox, xahiş eləmə, bir dəqiqə. Bu adam deyir ki, mən özümə elə söz deməmişəm, ancaq ondan 3 il qabaq orada göstərirlər ki... Mən indi məsələyə gəlirəm. Bax, indi həmin məsələyə gəlirəm. Bu ad indi olub, amma 3 il əvvəl də Cavanşir müəllimə verilib. Qarşı tərəf artıq iddia qaldırır. Ki, bu ad mənimdir. Əks iddia ilə çıxış eləyir, razıyam. Hazırda da bax, həmin mübarizə gedir. Ad mübarizəsi gedir. Süni münaqişənin qəhrəmanları. Bir dənə söz deyim, bir sənə xahiş edirəm, bir sənə. Mən ciddi bir həqiqətən də söz demək istəyirəm. Bax, bugün Vasif Məhərrəmli daxil olmaqla, Allahın bu günə min şükür olsun. Mən də bugün tələbatlı müğənnilərdənəm, toylara gedirəm, yəni Allahın bu günə min şükür. Və mən daxil olmaqla bütün toya gedən həmkarlarım, nə bilim Elton, indi Nadir Qafarzadə, və s. və ilaxırə, bunlar hamısı açığı deyim, bu cür toyların bu müstəvidə keçməsində biz Cavanşir Məmmədova borcluyuq. Bunu başa düşdüm. Aydın, çox sağ ol. Çünki 90-cı illərin əvvəlində Cavanşir Məmmədov məhz bu formanı yaratdı. Biz bugün hamımız bu kişinin hesabına toylara gedib pul qazanırıq. Başa düşdüm. Amma bir dəqiqə. Üzr istəyirəm. Firuzə xanım, narahat olmuyor. Əyləşin. Mən bir məqamını dəqiqləşdirmək istəyirəm. Hələ qalır, uzadırıq, amma hər halda. Cavanşir müəllim, toy məsələsi. Toyluqla bağlı olan. O döyür. Yox, o Cavanşir müəllim bir də bir söz deyim. Cavanşir müəllim bizdən böyükdür. Məndən də, mənim dostum Kamrandan da, Fuaddan da. Mən bugün bura gələndə də Cavanşir müəllim nə desə, mən onun heç vaxt böyüyə ağ olmaram. Başa düşürəm, böyüyə ağ olmaq olmaz. Nə olur. Cavanşir müəllim nə desə bizim qəbulumuzdur. Vasif müəllim, üzr istəyirəm bir dəqiqə. Mən həmin o söhbətin açılmasını istəyirəm ki, toyluqla sizin aranızda olan o problem məhz o toyda olan məqamdır. Qoy mən icazə verim, mən deyim də. Toyluq mənə zəng edir. Vasif yaxşı bilər. Bir də ki, mən internetdən oxuduğumu deyirəm. Yəni internetdən oxumuşam, Tolik özü açıqlama gətirib, Vasif də özü canlı oturub burada. İnternet keçdi. Sözün Vasif deyəcək. İnternetdən qutardıq. Toy məsələsi nə məsələ idi? Buyurun deyin. Buyurun. Toy məsələsi İlhamə xanım ATV mağazində sual vermişdilər ki, toyu kim oxuyacaq oğlunuzun toyunu? O da demişdi ki, toylar imperatoru əməkdar artist Cavanşir Məmmədov və Firuzə xanım İbadova. Onu da deyim ki, Firuzə xanıma da Azərbaycan gözəli adı verib müğənnilərin içərisində indiyə qədər hələ dilinə gətirir. Allah haqqı. Aydındır. Yəni, bilirsiniz nəyə görə? Həm özü gözəl müğənnilərin, Cavanşir müəllim. İndi toya bir 3-4 gün qalmış, demək, dəyişiklik olubdur. İlhamə xanım deyib ki, məndə olan dəqiq məlumat. Deyib ki, Cavanşir mənim dostumdur. 10 gün, 12 gün. Bir həftə 10 gün, 12 gün vardı. Deyib Cavanşir mənim dostumdur, mən o sözü ona deyə bilmərəm. Bu məsələni Tolikdən gəlmə fikri olub. Murad Dadaşov deyib ki, mən də deyə bilmərəm. Ola bir yerdə olublar.
Deyib, dostluq, hörmət, izzət var belə. Yəni, əslində də düzdür. Bilirsiniz nəyə görə? Bu ailənin tədbiridirsə, burada kim böyüklük eləyirsə o deməlidir. İndi kənar şəxslər məsələni yüngülləşdirmək üçün müdaxilə edir. Tolik deyib ki, mən deyərəm. Yaxşı. Hə. Zəng gəldi, deyildi ki, bəs İlham xanım deyir ki, valla bilməm nə. İlham xanımın özü də zəng elədi. Danışdıq, dedim İlham xanım, narahat olma belə şeyə görə. Vasif də mənim dostumdur. Həqiqi mənim də dostluq ha biz. Quran haqqı. Elə belə dost yox ha. Çünki bizdən də böyük, bizim böyük qardaşımız var. Razı Şükürov var. O da böyük sənətkardır. Və Hətta bu məsələdə Razı müəllim mənə zəng elədi. Sözün düzü mən biraz belə deyək də, biraz üstümə belə əsəbləşdi ki, bu nədir, bu nə məsələdir? Bu Cavanşirlə sənin anadır, nədir, nə məsələdir? Dedim, valla Razı, yəni qabardıblar, yəni sözün düzü Razı mənə hissləndi ki, sən niyə belə edirsən də? Yəni Cavanşirlə aramızda xətir var, hörmət var, izzət var. Tez-tez görüşürük. Tez-tez görüşürük. Sözüm onda yox. Dedim ki, İlham xanım, and işin, dedim Allah'ın dostunu narahat olun. Mən orada gələcəm də, aləmlə də gələcəm, oturub iştirak eləyəcək, oxuyacaq da, orada fərq yoxdur. Ya Vasif oxudu, mən oxudum, ya dedi yox da, mən bunu efirdə demişəm. İndi müxbirlər də sual verəcəklər, belə elə. Dedim ki, deyərsiniz ki, elə özləri razılığa gəldilər. Fərq yoxdur. Cavanşirin səsi yerində deyildi, xəstə idi. Ancaq başqa çıxış yolu var idi. Çıxış yolu buydu. Bilirsiniz nəyə görə? Mən kollektivimə tapşırıq vermişəm, məşq eləmişəm. Yəqin ki, Vasif də bu böyük sənətkarın evladının toydur. Bu elə belə sıradan olan toy deyil. O yazılır və qalır gələcək nəsillərə. Hə, tarixə. Bəli. Gəldim uşaqlara da dedim, hamı mat qaldı ki, bəs niyə belə oldu? Dedim, vallahi da indi hər şeyi də danışmaq olmaz. Bilirsiniz, deyir, dostumun da dostu var. Bu məsələni həll elədik. İndi mənim umduğum iş nə idi? Məsələ nə idi? Yəni, mən indi öz qəlbimdən keçəni deyirəm. Bu məsələni, gəldik toya Vasiflə görüşdük, öpüşdük, Vasif məni təqdim edir, yüksək səviyyə təqdim edir. İlham xanım deyir ki, toylar imperatoru Cavanşir Məmmədov, dur gəl bura, səninlə bir yerdə oxuyacaq. Hamısı video kasetdə var. Ancaq məsələ belədir ki, bilirsiniz, bu ikinci məsələ ki var idi, bu sözü. Bu mən, adam bir şeydən keçirsən, üçüncü deyil, səbir kəsası biraz sıxılır, daralır da. Bu bir, ikinci də ki, biz yaşda olan insanların səbri geniş olmalıdır. Biz cavan deyil yaxı ki, duraq. Amma daraldırlar. Ancaq müəyyən şeylər var ki, adama təsir eləyir. Nəyə görə təsir eləyir? Biz toy oldu, qutardı, 4 saat, 5 saat, hər kəs getdi öz evinə, eşiyinə, qutardı. Vasiflə biz ömrü boyu üz-üzə gəlirik. Sizinlə o qədər bir-birimizi görə bilməsək də, Kamran Həsən, çünki nəyə görə siz bütün günü buradasınız, biz bütün günü məclislərdəyik, konsertlərdəyik. İndi orada üz-üzə gələndə mən təbiətin belə ki, mən ürəyimdə söz saxlamıram. Mənim yanımda başqa müğənni haqqında danışan, deyirəm, danışma gelib deyəcəm. Deyəcəm, özə dayanacam ortanızdakı, demirsən, yoxsa yox. Danışmayın mənim yanımda başqa. Birisi bu xəstəlikdir. O ona deyir, bu bunda az danışır, o bunda. Dedim ki, fikirləşdim, oturduq uşaqlarla, dedim ki, baxın, indi sabahları bu toy qutardı. Vasiflə mən dostlarım, gündə bir yerdə görüşürük, çay çörək yeyirik, bizim ağsaqqalımız var, Razı Şükürov. Bu, bütün hər şeyə nəzarət edir. İndi bax, mən nətəri bununla ürəklə görüşüm. Axı, alınmır. Ay Vasif, deyindim. Ay Vasif, deyilmişdi. Deyilin ki, ay Cavanşir, İlham xanımla sabahlar bir oturacaq bir yerdə, biz də çay çörək yeyib içəcək. Gəl ora, Firuzə xanım da götürüyor. Bu məsələni yerinə qoyaq. Elə hamımız oxuyaq. Bir dənə böyle bir kollektiv otursun, hamımız da yan bayan oturaq. Elə də oldu da, hamı oxudu. Elə, yəni, baxın, elə də oldu. Ay sağ ol. Elə də oldu, hamı oxudu. Heç bunun özünə də vaxt qalmalı çox oxumağa, Vasifin. Yəni, nəyi demək istəyirəm? İndi biz bir-birimizi başa düşən adamlarıq, biz mehriban şəraitdə dostluq davam edən. Amma elə adamlar ki, belə şey üstündə qan qeysana çıxır, düşmənçiliyə çıxır. Niyə belə oldu, niyə elə oldu? Ancaq İlqar müəllim, Allahın olsun, yenə də bugünkü, mən bu ad məsələsini nəyə görə, qoy bilsinlər. Söhbət nədən gedir? Əvvəla, bu Kamran müəllim bu məsələni çox düzgün qedir. Burada toy biznesi var. Toy biznesi də, mən 35 ildə bu toy biznesinin içərisindəyəm və Firuzə xanım da, Qarabala da, bizim aparıcıda. Allah şahidirlər ki, hələ indiyə qədər bundan qabaq İlham xanım Səmədlə mənə kral demişdi ikimizə. İlham xanımın çox sağ olun ki, mənə vaxt verirsiniz, rahat danışa bilirəm. Yoxsa Səməd Səmədova yalnız. Yalnız Səməd Səmədova qulaq asın. İlham xanımın səhnə yaradıcılığının 30 illiyi idi.
Respublika sarayında. Biz də toyuq, Səməd də mən də. Çox qısa xahiş edirəm. İkinci Bir şöbədə dəqiqəmiz çıxış eləməliyik. İkimiz də gecikmişik. İlham xanım oturub zəng vurulub, konsertin ikinci hissəsi başlamalıdır. Nə Səməd yoxdur, nə mən. İkimizdən birimiz qapıdan bir-birimizi itəliyə gidiyor, az qaldı şüşə sınsın, o vaxt şeydir. İlham xanım hirsindən bəlkə də başqa söz deyəcəkdi, bəlkə də söyləyəcəkdi. Dilini çördü, dedi ki, ay toylar kralları, sizin elə toyuz mən yaracıq gecəmə qalmışım, gəlin çıxın da. O vaxtdan Səməd o sözü tutdu, Və 20 ildə də pulunu da qazandı, halal xoşu da olsun. Ancaq, indi qulaq asın, bunu da deyim İlqar müəllim, xahiş edin. Vaxt, bizi kəsə bilərlər, vaxt. Keçirik reklam və Bir dəqiqə, xəbərçi. yaxşı. Reklam və xəbərçi keçək. Xəbərçidən sonra bir xeyli vaxtımız olacaq. Reklam və xəbərçidən sonra isə Vasif müəllimin də toyluqla bağlı problemi var. Getdi. Nə problemdə eşidəcəksiniz? Getdi. Sən artıq oradasan, başa düşürəm. Olan şeydir, qədəş. Olan şeydir. Verilişimizin baş sponsoru Nescafe. Yaxşı günlərə Nescafe ilə başlamaq məsləhəti və verilişimizin digər baş sponsorları barədə məlumat verim. Zalatoy sad meyvəçiləri, Ruski Vkus ət və ət məhsulları, eləcə də xalq təbabətinin varisi olan Nərgiz klinikasındakı olan hər birinə öz minnətdarlığımızı bildiririk. Bu belə. Və o ki, qaldı toy məsələsi. Düzdür, orada müəyyən açılmayan məqamlar vardı. Əslində qalsa söhbət nədən gedir? Məhz İmperator adı uğrunda. Bəs Əlahəzrət İmperator Cavanşir Məmmədov və Əlahəzrət İmperator Vasif Məhərrəmlə. Bu bəlli məsələdir. Saytlarda da oxuduq, sonra İlhamə xanımın hər halda videosunu da gördük və toy məsələsində amma müəyyən məqamlara etiraf edir ki, Cavanşir Məmmədov belə malaladınız. Peşəkar rəngsazlar kimi onun üstü yaxşıca bağladınız ki, müəyyən məqamlara toxunmadınız orada. Etiraf edəyik. Bilirsiniz İlqar müəllim, mən həmişə indiyə qədər mən yəni Ustadım Razı Şürovdan nə öyrənmişəm, istəyir sənətdə, istəyir həyat danışığında, istəyir həyatda özünü necə aparmaq lazımdır. Mənə həmişə tövsiyə eləyib ki, çalışqınan ki, sənət yoldaşlarının tərəfini xalqa bildirməyəsin. Mən onu saxlamalıyam, qorumalıyam. Deməli, bundan çıxış edərək mən asanlıqla belə deyə bilərəm ki, sizi ilə Vasif Məhərrəmin arasında müəyyən bir soyulluq var. Sadəcə olaraq bunu efirdən bildirmirsiniz. Yox, Vasif Məhərrəmli ilə bunu efirdən bildirim də. Vasif Məhərrəmli indi elə bir addım attı ki, bütün bundan sonra gələn nəsillərə dərs olacaq. Və Vasif Məhərrəmli onunla da xalqın yanında çox böyük nüfuza malik oldu. Və sözün əsl mənasında... Kim daşıyacaq? Mən o maraqlıdır. İmperator adını İlhamə xanım bizim çox böyük sənətkarımız. İlhamə xanım kiminə ad veribdirsə, o adın təsdiqində eləyəcək özü. Allah qoysa İlhamə xanım seçkilərdən sonra böyük bir teatr yaradacaq. Onun möhrü də olacaq, imzası da olacaq. Necə ki, Rəşid Behbudov deyirlər ki, bir neçə ilə teatr yaradacaq, qismət oldu, yaratdı, həmin teatr indiyə qədər işləyir. İlhamə xanımın da fikrində belə bir ideya var, belə bir proyekt var. O da Allah qoysa bizim musiqimizə, bizim mədəniyyətimizə, bizim ifaçılığımıza xidmət edən bir teatr olacaq. Onun da başında İlhamə xanım Quliyeva dayanacaq. Vasif müəllim, məhz İlhamə xanımın oğlunun toyunda məhz birbaşa sizin üstünüzə bütün istiqaməti göndərən məhz Toyluqun elədiyi hərəkətlər idi, sinə bağlı. Məhz saytlarda da var orada, Çinə bir dənə milli aza baxışdan Toyluq axtarız, tap zəhmət olmasa, Bəli. Milli azı zəhmət olmasa, milli azı edirsə verərsə Toyluqun sinlə bağlı verdiyi məlumatlar, bəli. Hətta bu dördür. Məhz Toyluqun dediyi orada tapmaq lazımdır, onu zəhmət olmasa və onda bəlli olacaq. Məhz Toyluqun dediyinə görə belə bir cümlə var idi orada, hər hal təhrif etmədən deyiriksə, həmin cümlənin əsasında, mən öz fikirlərimi demirəm, amma məhz orada yazanlar mən sizə demək istəyəm ki, bunu da həqiqətən mən bunu deyim, siz şərh edin və siz şərhüz müqabilində biz bu məsələləri tam araşdıra bilərik. Amma hər halda, indi həmin Toyluq deyib ki, Vasif Məhərrəmli hesab eləməsin ki, mən onun hansısa bir üstünə hücum çəkdiyi, döydüyü, hansısa bir jurnalistim. Yadımızda da vaxtı ikən olmuşdu elə bir şey. Olub keçib. Amma orada sonra deyir ki, Vasif Məhərrəmli öz yerini bilsin. Nə məsələ idi? Nə baş vermişdi? Vasif mənə ağıl qoyan çıxmasın. Baba o saytda dedikləri. İcazə verin deyim. Buyurun. Xəbərim var.
Hər halda Lara da veririk burada. Baba burada yazım, Instagramda deyib onları. Vasif mənə ağıl qoyan çıxmasın. Mən jurnalist deyirəm ki, üstümə hücum çəksin. Bu bir. İkincisi, mən nə etdiyimi yaxşı bilirəm. Sənin tanıdığın, hörmətli adamların yarısından çoxunu da mən tanıyıram və bilirsən ki, mənə necə hörmət qoyurlar. Üçüncüsü, Orxanın toyunda oxumağının təşəbbüskarı bəli, elə mən sənə yığıb demişəm. Bunları da desəydim pis olmazdı. Mən özümdən böyüklərə həmişə hörmət qoymuşam və qoyacağam da. İlham Quliyevin sözü sənə qanundursa, mən Azərbaycan qanunundan başqa qanun tanımıram. Bu onun Instagramda yazdığı bir məlumat idi. Deməli, və üzr istəyirəm, xatırladaq ki, Tolik İlhamə Quliyevin Vasif Məhərrəmliyə şah titulunu verməsinə qəzəblənərək onun ünvanına sərt sözlər söyləmişdi. Vasif Məhərrəmli isə Toliki böyüklərə hörmət etməməkdə günahlandırmışdı. Vəssalam. Billəz. Yox, mən orada belə bir icazə verin, oxudum. Mən xəbərdaram. Mənim yəni gəlib məndən müsahibə alanda dedilər ki, bəs Tolik bax bu o sözə görə məhz İlhamə xanımı ad verəndən sonra filan qəzəblənir. Mən dedim ki, yox. İlhamə xanımın o adı məsələsindən qəzəblənmir. Çünki İlhamə xanımla Tolikin arasında hal-hazırda bir belə deyək münasibətlər soyuqdur. Məndən dedilər ki, nə tövsiyə eləyərsən, sonda nəysə orada danışıqlar oldu filan. Mən sadəcə burada da özümə də bunu şamil eləmişəm hər zaman. Mən dedim valla Tolikə mənim ağıl verməyimə Tolikin ehtiyacı yoxdur. Amma biz Azərbaycanlıyıq. İndi Kamran dostum burada dedi, biz çox özümüzü tərifləyirik. Mən də o şeyi sevmirəm ki, biz özümüzü tərifləyik, hər şey bizdə əladır, hər şey bizdə gözəldir. Mən də elə şey sevmirəm. Amma bizim bir mental dəyərlərimiz var da, onlar barmaqla sayılasıdır. Onlardan biri də böyüyə hörmətdir. Mən dedim ki, sadəcə tövsiyə eləyirəm Tolika ki, yəni İlhamə xanım ən azından bir neçə il, yox çox böyükdür da ondan. Yəni ona görə sadəcə böyüyə hörmət eləmək lazımdır. Mən necə ki burada, bax özümdən böyük, mənim qardaşıma, Cavanşir müəllimə hörmət eləyirəm. Başqa bir söz yoxdur. Qaldı toy məsələsinə. Toy məsələsində bəli, Tolik məni yığmışdı. Tolik mənə toy demişdi. Hətta Tolikin indi təşəbbüsü nə olmuşdu, necə olmuşdu? Tolik mənə dedi. Sonra mən eşitdim ki, bəs belə Cavanşir müəllim oxumalıdır. Mən Tolika dedim, dedi ki, biz sən toyu yazdırdıq, sən gəlirsən, amma mən toyda oxuyuram deyəndə adım toyda oldu. Adım bir tək mənim ansamblim oldu. Vallahi Cavanşir məndən çox oxudu. Allah'ın olsun. Yəni orada o bütün müğənnilər məndən çox oxudular. Sadəcə olaraq yəni bunu çox abartmağın da bir mənası yoxdur mənə elə gəlir. Sizin adınızdan istifadə edib. Kim? Tolik. Yox, Tolik mənim adımdan istifadə eləməyib, yox. Qətiyyən. Qaldı ki, yəni bilirsən Tolikin bölüşdürmək mümkündür burada. Əgər hər şey qaydasındadırsa, əgər qurd quzu ilə otlayırsa, burada bölüşdürülə bilməyən nə var? Burada Tolik'i qıcıqlandıran odur ki, güya mən demişəm ki, sən bunu niyə belə eləyirsən, niyə eləyirsən? Tolik oradan deyir ki, mənə ağıl qoymasın. Xeyr, mənim əzim, Allah, mən eşimə ağıl qoymaq iddiasında zadda deyiləm. Hər kəs öz adından və öz ağlından çıxış eləyərək bu dünyada özünü idarə eləyir, öz ağlınla hər kəs özünü idarə eləyir. Nə formada, nə cürə xalqa özünü təqdim edirsən, bunu xalq görür, yəni bunu cəmaat görür, bunu tamaşaçı görür. Mən heç kimə ağıl vermək iddiasında zadda deyiləm. İndi isə məhz baba həmin o imperator şah adları ilə bağlı bütün bu söz söhbətlərlə bağlı gündən qədər danışırıq və hər birimizdə konkret fikir var idi və adı dəfələrlə çəkilən bir şəxs bizimlə bir telefon xəttində, Azərbaycanın xalq qarşısı İlhamə xanım Quliyeva bizimlə birbaşa telefon xəttində olacaq və məhz onun artıq fikirlərindən, hər halda qısa da olsa fikirlərindən müəyyən məqamları gəlib çıxa bilərik. İlhamə xanım, hər vaxtınız xeyir. Alo. Bəli İlhamə xanım, hər vaxtınız xeyir. Hardadır? Kimdir bu? Mən buradayam. İlhamə xanım, hər vaxtınız xeyir. Salam. İlqar Mikayıloğlu danışan sizinlə günə baxan verilişindən. Buyurun, eşidirəm sizə. İlhamə xanım, adlarla bağlı mənə müəyyən məqamlar maraqlıdır. İmperator titulunun, şah titulunun verilməsi ilə bağlı həm Cavanşir müəllim, həm Vasif müəllim bizim studiyamızdadılar və bu adların verilməsində müəyyən belə anlaşılmazlıqlar yaranır ki, bu adlar əslinə qalsa nə dərəcədə doğrudur, nə dərəcədə düzdür, ümumiyyətlə bu adların verilməsi düzgündür ya yox? Çox gözəl bir fikirdir. Mənə elə gəlir ki, bu mövzuya nəhayət ki bir nöqtə qoymaq lazımdır. Bəli. Mən auditoriyada əyləşən bütün tamaşaçıları salamlayıram, sənət dostlarını salamlayıram, Azərbaycan xalqını salamlayıram.
və deyirəm ki, gözləri aydın olsun, gözümüz aydın olsun bizim cənab prezidentimiz bir daha çox illər bizim ölkəmizin, dövlətimizin başçısı. Buyurun və adlarla bağlı buyurun. İndi bir şey var. Mən də sizə bir sual vermək istəyirəm, İlqar müəllim. Yarım əsrlik sənətkarın hüququ çatmırmı ki, istədiyi sənətkara, dost olduğu sənətkara, ürəyə yatan sənətkara dilindən bir xoş söz desin. Mən bu adları verirəm, bunlar qeyri-rəsmi adlardır təbii. Rəsmi adlar üçün bizim dövlət başçımız var. Amma bu mənim dediyim fikirlər, bu imperatordur, bu toylar kralıdır. Mənim sözüm ötkəmdir, mənim sözüm möhürdür. Mən deyirəmsə mənim sözüm yer alır və dildən dilə düşür və o sənət nümayəndələri bu titulları daşıyır. Və İlham xanım, mən üzr istəyirəm, bir sual da verim. Bax, burada hər halda imperator adına namizəd, real namizəd 2 nəfər var və bu şəxslərdən Cavanşir Məmmədov və Vasif Məhrəmli. Efirdən birbaşa bu şəxslərdən hansı birinin imperator titulunun möhürünü vurursunuz dediyiniz kimi? Hansı birinə? İndi mən sizə bir şey deyim. Bax, mən 3 taclı sənət nümayəndəsiyəm. Rəsmi sənətlə, diplomlarla mən 3 dənə tac başıma qoyulubdur. İndi mənə baxıb hamı başına tac qoyur. İndi mənə, nə bilim, dünya bu mənim beynəlxalq statusu sənətçi titulum var, nə bilim, nə var, nə qədər titullar var. Amma ki, Türk dünyası sənət kraliçəsi titulunda mən rəsmi qazanmışam Türkiyədə. İndi hər bir yerindən duran özünə kraliçə deyir, kral deyir. Bir də ki, Köroğlu bir nəfər olub, Köroğlu, qulaq asın mənə. İmperator kimdir indi? İmperator, elə ikisi də imperatordur, elə ikisi də şahdır. Bir qazanda 2 qoşun başı qaynayan bilməz axı. Qəşəng qaynayar, onlar ikisi də gözəl insanlardır, gözəl sənətkarlardır. 2 hakimiyyətli yaranır, anarxiya yaranır. Xeyr, heç nə yaranmır, bu anarxiyanı yaradanlar var. Necə nümayəndələri yaradır? Niyə ki, onlar çox möhkəm dostdular. Onlar ikisi də mənim dostumdur. Cavanşir də, Vasif Məhrəmli də. Bu yaxınlarda mən bir silsilə regionlarda, turne konsertlərdə oxudum bu yaxınlarda. Hamısı konsertlərdə mənim yanımdaydı Vasif Məhrəmli. O da mənim dostumdur. Cavanşir də mənim dostumdur. İkisi də layiqdir o adlara. Bir də ki, bu kimə nə ağırlıq edir mənim bu yaxşı söz deməyim? İnsanlara yaxşı eləmək, yaxşı demək, onları dəstəkləmək məgər bunun bir günahdır. Bir də ki, mənim hüququm çatmır ki, mən istədiyim dostuma, istədiyim sənətkara. Prinsim də var, layiqli prins də var səhnədə. Bizim qaliblər qalibi Natavanımız da var. İlham xanım, bir məqam da var, bax onu mən üstəm. Məhz Fuad Mədatov yazar, media nümayəndəsi, bax dediyimiz ki, media nümayəndələri burada aləmi yaradır. Fuad Mədatovun dediyinə görə burada hüquqi əsası yoxdur bu adın. Bəli, əlbəttə hüquqi əsası yoxdur. Bu, bir sevgidən, bir hörmətdən, bir izzətdən, bir insana gözəl münasibətdən gəlir. Deməli, belə çıxır ki, İlqar müəllim, mənim sözüm keçərlidir. Mən deyirəm, o söz tutur. Təbii ki, onun bir rəsmi hüququ yoxdur. Orada əyləşib bizim aparıcımız, o deyir ki, İlhamə xanım verirdi adları. Elə özü də oxumaq istəyirdi Kamran. Birinci dəfə məndən soruşub. Necə oxuyuram? Dedim, çox yaxşı oxuyursan. Xeyr duasını mən vermişəm onun belə oxumağının. Bugün Fuad Mədatovun bir fikri var. Buyur Fuad, zəhmət olmasın. İlhamə xanım, salam. Buyurun, salam əleyküm həyatım. İlhamə xanım, əvvəla sizi salamlayıram. Çox sevindim. Yeni bir işiniz olacaq, yeni bir layihəniz olacaq. Çox sağ olun, çox təşəkkür edirəm. Çox sevindim. Amma belə bir sualım var. Bax, burada veriliş başlayır və verilişdə imperator adı üzərində əsl mübarizə gedir. Qardaş, mübarizə getməsən, mübarizə gedir, əsl mübarizə gedir. Bu mübarizəni mən bilmək istəyirəm ki, İlhamə xanım Quliyeva bu adı, yəni belə deyim də, halallığın kimə verir? İlk dəfə olaraq
onu Elə verdim. qulaq asın mənə, qulaq asın. Əvvəla bir çox ayıb bir şeydir ki, belə gözəl bir fikri, münasibəti belə şişirdib, qabartıb bunu bir mənfi bir tərəfə çevirmək. Bunun özü bir yəni qəbahətdir. Elə media nümayəndələri tərəfindən. Amma sizə mən bir şey demək istəyirəm. Axı burada nə var ki, əgər mən deyirəm ki, Cavanşir toylar kralıdır və yaxud Səməd toylar kralıdır, Cavanşir imperatordur və yaxud Vasif imperatordur. Burada nə belə qəbahət var, nə belə müzakirəli bir şeylər var. Qətiyyən qəbahət yoxdur, çox düzgün vurğuluyursunuz, heç bir qəbahət yoxdur. Sadəcə burada bir məsələ var ki, siz deyirsiniz ki, bunu jurnalistlər, media nümayəndələri şişirdir, amma bizdən daha çox, yəni jurnalistlərdən daha çox müğənnilər özü bunda maraqlıdırlar. Onlar buna daha çox can atırlar. Mən minnətdaram İlhamə xanıma. Çox sağ olun. Çox təşəkkür ederim. Ben size bir şey diyeyim. Bəli. Bir var kör oğlu, bir de var kör kişinin oğlu. Herkesenin öz yeri var, öz mertebesi var. Çox sağ olun. Sağ uğurlar olun. sizə. Teşekkür ederim. Və minnətdaram. Allah sizə ən əsası can sağlığı versin və indi nə etməsim? İndi keçib bir bazı reklamlardan sonra Kamran sizə bir sualım olacaq. Sakin oturmusunuz belə qulaq asıyorsunuz. Vallahi siz söz vermişsiniz, ben de sakin Vallahi da imkan vermiyorsunuz. Aparıcı sabah söz verirse o vaxt danışacağım ben. Yo vereceğim herhalde reklamlardan sonra bir sualı var ki bir başa size ünvanlayacağım onu. Ondan sonra artık. Buyurun İlgar. Gitti. Belə, Kamran bir sual. Buyurun. Azərbaycanın sözün əsl mənasında bir nömrəli sənətkarı var. Alim Qasımov. Amma heç kim ona nə imperator, nə şah, nə muğamın atası, dədəsi, babası heç nə demir. Sadəcə olaraq bu adamı qəbul edirlər ki, bu Alim Qasımovdur. Yalnız adı var, Alim Qasımov. Niyə görə Alim Qasımov bu ad uğrunda hansısa bir mübarizəni aparmır? Niyə görə Alim Qasımov bütün dünyada sözün əsl mənasında Azərbaycanı tanınır və qəbul da olunur? Amma o özü bu ad uğrunda, belə adlar uğrunda mübarizə aparmır və heç kim ona belə bir şey demir. Amma indi bu ad uğrunda hansısa bir mübahisə gedirdi. İlgar, əslində tarix boyu böyük imperatorlar belə imperator ləqəbini tanımırlar. Teymurlenk deyirlər. Öz adı Napolyon deyilir. Və yaxud da Çingiz Xan deyirlər. O adamın adı var. O ad o qədər qüdrətli olanda, Sultan Süleyman var, Məhəmməd Fatih falan var. Yəni ki, ad özü qüdrətli olanda digər epitedə ehtiyac yoxdur. Amma İlhamə xanım indi diqqətli, yəni ki, diqqətlisən İlqar və hər kəs diqqətli, dedi ki, bu mənim dediyim bir xoş söz, kompliment. Və bir də dedi ki, jurnalistlər bir ajataj yaradırlar, bunu rəsmiyyətə çevirirlər. Adam özü söyləyir ki, İlhamə xanım söyləyir ki, bu bir kompliment. Düzdür, imperator da, şah da feodalizmdən qalmış adlardır. Mən tövsiyə eləyərdim ki, rica edirəm ki, yavaş-yavaş demokratik adlara keçsinlər. Çünki onlar qalıb tarixdə. Dünyada bir imperator var, o da Yaponyadadır. O da belə hər şey alıblar, butafor çıxır oraya, gedir belə. Bir də kral var, özü kral da deyir, kraliçadır. O da qalıb İngiltərədə. Yəni bu bir komplimentdir. İspanyada da kral var. Var, mən indi sadəcə Hollandiyada da var, Norveçdə də var. Bunlar hamısından da əlindən hər şey alıblar. Onlar bayramlarda çıxırlar, sadəcə görünürlər, bir xeyriyyə işlərində iştirak edirlər. İndi sən hansı paralel yaparsan? Belə çıxır ki, Cavanşir Məmmədov, Vasif Məhrəmlər, elə belə arada bir gəlib gördüm, çıxıb gələcəklər və salam. Amma Alim Qasımov belə əsl belə... Mən paralel yaparmıram. Mən sadəcə deyirəm ki, İlhamə xanım bunu kompliment kimi söyləyir və mən güman edirəm ki, sabah Alim Qasımovla da üzbəüz gəlsə, hansısa yaxşı əhvalda olsa, ona da bu sözü komplimentlərdən birini söyləyəcək. Orada məsələn, muğamın kralı deyə bilər ona. Deyə bilər. Alim Qasımov da deyəcək ki, təşəkkür edirəm. Amma bundan sonra bütün Azərbaycan, İlhamə xanım bir kompliment söyləyib deyənə, Alim Qasımova, Alim Qasımova desinlər ki, muğamın kralı, bu gülünç bir şey olar. Baxın, bu Türkiyədən, çox təəssüf ki, bu şey Türkiyədən gəlib bizə, bu rəsmiləşdirmək bu işləri. Məsələn, Türkiyədə Bülent Ersoy var. Ən çox da bu işə girən adam o. Diva deyir, diva şey filan. Mən bu diva sözünü, kitab oxuyan adamam, inan mənə, İlqar, sən də kitab oxuyan adamsan. İndiyə kimi anlayamıram, bu nədir? Mən də bilmirəm. Divi bilirəm, divanı. Divin dişçisidir o, deyəsən, dişçisi. Divi bilirəm, divanı. Div erkəkdir, diva deyəsən, dişçisidir orada. Yəni, qadın variantı. Hələ divanın adı uğrunda da... Amma bu Bülent Ersoy yaraşır. Çünki orada da dişi erkək söhbəti. Əvvəl divindi diva olub, ola bilər də. Hər şey mümkündür. Oradan gəlir bir şey, amma inanın mən İlhamə xanımı yaxşı tanıdığıma görə və bu insanları da yaxşı tanıdığıma görə. İndi dost filanı deməyəcəm mən efirdən. Bilirsiniz ki, biz onsuz da bir quyudan su içirik deyənə, həm də bu insanlarla yaxınıq. Və ona görə də 3 nəfərin heç biri həmin quyuya tüpürmək istəmir.
Bu adamlar sadece inanın mənə, diqqətli olun. Bu adamların, bu adlar biznesidir. Bax indi biz danışırıq ha, onların toy qiyməti biraz artacaq. Artacaq. Çünki bu toy biznesində, show biznesində belə şeylər var. Toylar kralı da var, əcdaha da var, nə bilim diva da var, filan da var. Amma bunu rəsmiləşdirmək, təbii ki, bu gülünc hala gətirmək xalq arasında mən güman edirəm ki, özü bir komik hadisə. Hələ mediamat yoxdur. Mən məhz həmin o saytlarda oxuduğuma görə, mən görəndə ki, beləci saytlarda yazırlar. Yaxın gəlin keçmişi nəzərə alaq, yəni yada salaq. Nadir Qafarzadə özünə mən popun əjdahasıyam deyəndə, mediada da bu daha çox... Yazıq popun əjdahası demədi. Dedi mən əjdahayam. Dedi mən yox. Popun mopun demədi. Gəl bir dəqiqə. Estrada oxuyur, pop oxuyur da. Gəl, bu başqa muğamın əjdahası deməyəcək ki. Estradanın əjdahası deyəcək, popun əjdahası. Maral estradadır. Sən nə danışsan? Yəni təbii maral oyunda oxuyub da. Milli estrada. Milli estrada deyək. Ya o da bir mənalı qarşılanmadı və daha çox ajotaja səbəb oldu. Sənətkarlarımız, sənətçilərimiz daha çox Nadir Qafarzadə qınadılar, tənqid elədilər. İndi də həmin eyni prosesdir. Sünni münaqişənin qəhrəmanlarıdır. Mübarizə gedir. Danışmalarına baxmayaraq. Mübarizə gedəcək və axıra qədər gedəcək. Çünki sənət uğrunda bu mübarizədir. Bu qədər. Yəni bir şey Kamran sən İlqar, mübarizə bu işin üstünə getməməlidir. Mübarizə ona qarşı getməlidir ki, insan özünü tərifləməyi bütün dünyada ədəbsizlikdir. İnsan özünü tərifləyə bilməz. Və biz artıq xalq olaraq başlamışıq özümüzü tərifləməyə. Xalq olaraq. Çıxırıq buradan kənara, sərhəddən kənara. Bizi aşağılayırlar. Heç bir Alman çıxıb deməz ki, Almanlar unsafın dünyanın ən qonaqpərvər, ən çox yiyən, nə bilim, əti ən gözəl, dağları uca, ərəbi dağ hər yerdə var da. Meşə hər yerdə var. Sadəcə bir insan əyərlərim, mən inanın mənə, bu stadiyadır. Bir insan durub efirdən deyirsiniz ki, mən çox muzikal oğlanam. Mənim o qədər poeziya sevgim var ki. Onu kim deyir? İnsan əgər bir insan söyləyirsə özü haqqında. Buna qarşı mübarizə aparmaq lazımdır. O əcdahayam filan da o qəribdən. İndi başlayaq da Vasif Məhrəmliyə qarşı başlayaq da mübarizə aparmağa da. Saytda axı yazılmışdı orada ki, bəs Vasif Məhrəmli deyir ki, mən imperator olacağım. Başlayaq mübarizə aparmağa Vasif Məhrəmə qarşı. Apara bilmirsiniz də, çünki bir quyudan su içirsiniz. Amma mən o quyuya yaxın deyirəm. Mən mübarizəni apara bilərəm də. 3 dəfə də deməmişəm. Deyirsiniz, inşallah deyirsən. Görürəm də, indi nə yazıb o media nümayəndəsi mən deyim, amma oxudum, mənə çox maralı gəldi ki, Vasif Məhrəm bu sözü deyib. Yox, iş burasıdır ki, bilirsiniz necədir? Bu Azərbaycanda bir məqam daha var. Kamran o dedikləri sözlərdə böyük həqiqət var. Bir insanın əgər dırnağı düşürsə, bir rayonda, o birisi rayonda artıq barmağını kəsildiyini deyirlər. O birisi rayonda artıq biləyindən kəsilməyini deyirlər. Digər rayonda dirsəyindən, sonra da qolundan, sonra da deyirlər, vapşə ölüb, yoxa çıxıb. Yəni bu fakt var. Biraz ola bilsin, biz ideal deyilik, heç kim etalon deyil burada. Ola bilsin ki, sözün cümləsini düz qura bilməyəsən. Amma fakt mən bir canlı olaraq burada deyirəm ki, yəni mən bu iddianı qaldırmamışam. Mənim üzərimə gəlib ATV Mağazin proqramı və bu belə bir iddia ilə yox ki, yəni belə bir, belə deyək, belə səs-küyü ilə, yəni belə bir səs-küyü var. Mən də orada vurğuladım və bu şeyi təsdiqlədim ki, onu bilmirəm, amma İlham xanım dediyini bilirəm. Və dedilər, ola bilərsəm, ola bilsin demişəm ki, hə, nə olaram, niyə olmuram, ola bilsin demişəm. Mən boynumu alıram. Demirəm ki, məni iddialam, amma da indi bunun üstündə də dayanıram belə, yox, bilirsiniz nə var, elə deyil. Demirəm ki onu. Yaxşı, və mən də burada xalqın içində... İlham xanım hər ikinizin ürəyini qırmamaq üçün etiraf edir, çox geniş qəlbə malik bir insandır və hər ikinizin ürəyini qırmaq üçün... Dostluq münasibətlərdir. İlham xanım təbii ki, İlham xanım Allah can sağlığı versin. Dostluq münasibətlərində elə olmalıdır. Və bu dərəcədə, bu adı ciddiyyətə almaq nə dərəcədə düzgündür? Bu gülünc deyilsiniz, Cavanşir müəllim. Əməkdar artistsiniz. Bilirsiniz, xalq artisti olmağa şans var. Bayaq söylədiniz ki, alimə nəyə görə? Alimə Allah Taala anadan olanda atası, valideyni, anası elə bir ad qoyub ki, o adın üstünə ad yoxdur. Elə alimdir ki, alimdir. İstəyir sənətin alimi olsun, istəyir də ondan yüksək ad yoxdur. Alim sözü dünyanın hər yerində təsdiq olunmuş Ruslan adı kimi bir şeydir. Yəni böyük addır. Ancaq
Yenə də deyirəm, futbol kralı Pele Banişevskiyə qızılbaş adı vermişdi. Bu xalq arasında ümumilikdə bir ləqəb kimi səslənir bu. Ləqəb kimi səslənir. Amma bu Gülbəri görsənmirmi ki, iki sənətkar fikirləşir ki, yox, imperator içəridə fikir, yox, imperator. Belə bir şey var. Toylarda İlqar müəllim. Bəlkə toyun davasıdır. Toyun davasıdır. Toyun davası. Ruslan nə problem var ki? Ruslan dünyada, Ruslan adı bütün millətlərdə var. Yəni evlada ad qoyurlar Ruslan. Ruslan böyük deməkdir. Yox, Rusla münasibətdə olan xalqlarda var. Yox, Ruslan yox. Ruslan təyyarəsi. Dünyanın ən böyük təyyarəsi. Dünyanın Amma sizə bir sonra Cavanşir də yaxşı. Dünyanın ən böyük təyyarəsinin adı Ruslandır. Yəni böyük bu ikinci yerdə deyir. Yəni indi Mriyadır. İndi nə demək istəyirəm? Burada toy biznesindən söhbət gedir. Burada toyda Firuzə xanım dəfələrlə oturublar görürlər. Mən sənətimə görə, oxumağıma görə Allahın olsun deyirəm, yenə də yaxşı mənə də qəbul edirəm. Boğazımdan da öpüblər, əlimdən də öpüblər, əlimi çəkmişəm. Amma sözüm nədir? Elə hamısını, yaxşı sənətkarların orada demirlər ki, sən əməkdar artistsən, sən orada deyilən söz bu olur. Sən doğrudan da gözəl toy yaparsan, toylar kralısan, toylar imperatorsan. Bu söz dilə çox yatımlıdır və toy mövzusuna çox yaxındır, çox uyğundur deyə bizim də Vasif müəllim toya gedir, Vasif müəllim deyirlər ki, Vasif müəllim toylar imperatorusan. Deyirlər. Bunu deyirlər, bunu bütün Vasif müəllim də qayıdır ki, bəli, toylar imperatoru mənim. Siz də öz toyunuzda deyirsiniz ki, bəli, toylar imperatoru mənim. Amma İlham xanım düz deyir. O dedi ya, o söz partlayır çürdəbə. Vəssalam. İnanırsa toyda gəlib deyirlər. Axşam İlham xanım onu desin efirdən, sənin özünə deyirsən ha. Sən küçəyə çıxacaqsa bir də görürsən ki, proqramlar kralı gəlir. Çünki mən Kamran müəllim bir söz deyim İlqar müəllim. İlham xanım bizim bəzi xalq artistləri kimi yaltaq deyil. İlham xanım birbaşa ya dostu ya düşməndir. Düzdə əyri qutardıq. Deməli onunla daha çox dost olmaq tərəfdarısınız ki. Bəli. Hər ikiniz İlham xanımla dost olmaq tərəfdarı. Dost olmaq yox. İlham xanım biz özümüz də qardaşıq dostu. İlham xanım düzgün adamlarla dostluq eləyir, əyri adamlarla dostluq eləmir. Beləsə İlham xanımı mən İlham xanımı indi tanım. İlham xanım 40 ildir mən ansamblda da işləmişəm. İlham xanımla birinci dueti də mən oxumuşam. Mən bunu və İlham xanımın məktəbini də keçmişəm və dübarə deyirəm, Razi Şükürov məktəbində bitirmişəm mən. Mən muğamları Razidən öyrənmişəm oxumağı. Böyük sənətkarlar var. Ancaq İlham xanımın sözü başqa müğənnilərkindən, başqa xalq artistlərdən fərqlidir. İlham xanım deyir, keçir. İndi əsas məsələ, Buz məsələsi var. Əsas məsələlərdən biri. Səməd Səmədov, Toylar Kralı. Manaf Ağayev, Toylar Kralı. İndi burada kimdir Toylar Kralı? Sizin aləminizdə. Yox. Toylar kralı belədir. Bir var SMS-dən toylar kralı olub. Bir də var ki, sənətkar dilindən toylar kralı çıxıbdır. Qoy heç kim inciməsin. Deməli sizin aləminizdə Manaf Ağayev SMS-dən toylar kralı olub. Qardaşlar, SMS ən demokratik xalq səs verməsidir. Siz nədən danışın? Bir var ki, mən bir adam filan kəsə adı qoysun. Bir də var milyonlarla adam. Manaf Ağayev toylar kralının finalında tək başına 700 minə yaxın SMS qazanıb. 700 min. Hərəsi bir səs sonu. Amma Səməd Səmədovda uzun illəri var ki, o adda... Mən Səməd Səmədovla Manaf üzbəyiz qoymuram. Sadəcə bir proqramın adı var. O ad üzərində mübarizə gedirsə, sən o da qazanırsan. Bəli. İstəyir Toylar Kralı olsun, istəyir başqa bir adı olsun. Qolus Rasiya gedir. Onun qalibi Qolus Rasiya olacaq. O səs Türkiyə. Adam Türkiyənin səsi olacaq. SMS-ləndir. Dünyaca məşhur proyektlərdir bunlar. Amma bir adam xalq arasında bir ad qazanırsa, kimsə ona ad verirsə, o da onun öz işidir. Mən Səməd Səmədov, Manaf da danışmam. Sadəcə bu mövzunu açmışsınızsa, onu demək istəyirəm ki, SMS-lə qalib gələn insan əsl xalq səs verməsində qalib gəlir. İlqar müəllim, başqa bir fikir də var. 20 il bundan əvvəlki xalqın zövqü indiki kimi deyil. İndi zövqü dəyişir. Aydın məsələ. İndi Manaf səs topladı. Səməd gəlib həmin müsabiqədə iştirak etsəydi, Səməd səs toplaya bilməzdi. Mən də toplaya bilməzdim. Bəlkə Vasif də toplaya. Ancaq burada başqa şeylər var. Burada region söhbəti var, burada Qarabağ söhbəti var, burada ümumilikdə hər şey var. Çox şeylər var. Ancaq onu da qəbul eləyirik, bunu da qəbul eləyirik. Baxır ki, hansı xalq, bəli, xalq
oturubdur, musiqiyə qulaq asır. Ona maraqlı deyil ki, Cavanşir filan notu düz oxudu, yoxsa ya Vasif düz oxudu, ya filan müğənni düz oxudu. Ancaq sənətkar oturar orada, onun qabağında oxuyanda müğənninin dizi əsər. Deyər ki, orada akademiklər oturur. Mən onlara imtahan verməliyəm. Bir məqalə toxunmaq istəyəm. Az sonra əslində qalsa belə hər birimiz özünə görə ağlı, dərrakəsi, əqli var. Vasif Məhrəmli və Cavanşir Məmmədov hər halda İmperator sizə çox lazımdır. Vasif Məmmədov sizə qısa, hə yox. İmperator sözü sizə çox lazımdır. Mən verilişin əvvəlində də dedim ki, mənim üçün Allah Cavanşir mənim canını sağ eləsin. Çox sağ ol. Dövlət tərəfindən yəni o ada layiq görün. Mənim üçün ən böyük ad dövlətin verdiği addır. Gözləyirsiniz. Anladım. Cavanşir Məmmədov, sizin üçün imperator adı belə önəmlidir. Mənim üçün yenə də devlətimin adı önəmlidir. Ancaq 20 il bundan əvvəl o kral sözü Səmədlə mənə deyiləndə mən o səhvi buraxdım. Yəni mənim əhatə dairəmdə olan dostlar, mən sizə deyirəm, efirdən deyirəm, mən lotpotu içindən çıxan adamam. Mən onların yanında o sözü daşımağa utandım. Deyərdilər mənə ki, ağa qədəş, bu nədir? Sən Cavanşir Məmmədovsan, bu kral-mıral nədir? Ancaq səhv buraxmışam. Həbsxanada da həmin adları olur. Yəni 20 ilə zövq dəyişilir. Yox, bir dəqiqə, mən İlqar müəllimin sözünə cavab verirəm. İlqar müəllim, mənim artıq 50-dən yuxarı yaşım var. Qısa xahiş edirəm, vaxt sıxır bizi. Mən dünyamı dəyişəndə mənim başdaşımda yazılır Məmmədov Cavanşir İrşadoğlu ya Respublikanın əməkdaşısı ya xalq artisti. Aşağıda da yazılacaq İmperator İlham xanımla yadigar. Qutardıq bundan da. Bəli. Əla Həzrət İmperator. Əla Həzrət Vasif Məmmədli. Və mən bu sözü və bir dəqiqə İlqar müəllim, mən bu sənətdə bu adı qazanmağıma görə mən bütün müğənnilər nə qədər eşidirlər, eşitməyənlər, mən hazıram canlı efirdə dəmiyə oxumağa, lap belə instrumentsiz də, elə tək üzmə sonra. Anladım. Və ansambl da belə də, bu ilə də məsələ bağlandı, qutardıq. Sabah inşallah görüşürük və sabah hələ bəlkə də bu mövzunun davamı getdi, amma gözünüz və diqqətiniz bizdə olsun. Salamat qalın.